Günə qədər, bu saata qədər qarpızdan heç bir zəhərlənmə faktı aşkar olunmayıb. Hal-hazırda isə mən böyük məmnuniyyətlə sağlam qida mütəxəssisi Məhsəti Hüseynovanı studiyamıza dəvət edirəm. Aytaç, buyurun. Xoş gəldiniz Məhsət xanım. Xoş gördük. Mövzumuzu elan edərkən də bizi diqqətlə dinləyirdiniz. Qarpızı alarkən, seçərkən də təbii ki, vacib məqamlar var ki, bilməliyik, diqqət etməliyik. Ən azı hardan gətirildiyini, hansı müddətdir gətirdiyini soruşmaq kimi. Amma həm də bilirsiniz ki, qarpızdan da istifadə qaydaları dəyişir. Əvvəllər sadəcə qarpızı tək başına yeyirdiksə, artıq qarpızdan müxtəlif içkilər hazırlanır, uşaqlar üçün meyvə şirələri qarışıq olur və yaxud meyvə salatları ilə birlikdə təqdim olunur. Bax, bu kimi hallara da istəyərdim söhbətimiz əsnasında toxunaq ki, bəlkə də bu hallar qarpızdan zəhərlənməyə səbəb olur, amma biz düşünürük ki, vaxtından əvvəl satışa təqdim olunduğu üçündür. Ümumiyyətlə, buyurun fikirlərinizi bilək zəhmət olunuz. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, yay mövsümü gəldikcə temperatur rejimi yuxarı olduğundan bir çox qidalarda zəhərlənmə daha tez-tez ortaya çıxır. Bu sadəcə o qidanın keyfiyyətli və yaxud keyfiyyətsiz olmağından qaynaqlanmır. Eyni zamanda da dediyiniz kimi saxlama şəraitindən, xüsusilə də saxlamadan əvvəl hazırlayarkən, həmin məhsuldan qida hazırlayarkən sanitar gigiyena normalarına düzgün əməl olunmaması da bəzən zəhərlənməyə səbəb ola bilir. Ona görə ümumiyyətlə yaxşı olar ki, hər bir qidanı həm aldığımız yerdə mənşəyinə diqqət etməliyik və onun doğru şəkildə saxlanmağına diqqət etməliyik. Bundan sonra evdə hazırlayarkən, ondan sonra mühafizə edərkən də bütün qaydalara əməl olunmalıdır. Xüsusilə vurğulayım ki, Məhsədə xanım, qarpızın yetişdirilməsi prosesini də bilməliyik biz. Nəyə görə? Çünki ona görə də burada mütəmadi olaraq dedik ki, yerli məhsullara üst tutsaq, mövsümdə üst tutsaq, dadına baxsaq, yesək daha yaxşıdır. Çünki orada bilirik ki, qarpızın yetişməsi üçün gübrələrdən istifadə olunur. Həmin o gübrələrin uzun müddət qaldıqdan sonra zəhərlənmə vasitəsinə də çevrilə bilər. Günün altında saxlanıldıqda və yaxud biz bilirsiniz necə idi? Yəni, uşaq yaşlarına yadımdadır ki, bir 10 dənə, 15 dənə qarpız alıb çarpayının altına və yaxud su hovuzlarının içərinə qoyuruq ki, biraz sərin qalsın və bir ay ərzində və yaxud 2 həftə ərzində həmin o qarpızları kəsib yeyirdik. Bax, bunların hər biri və yaxud qarpızı kəsib soyuducuya qoyuruq, soyuducudan götürüb yeyirik. Bunların hamısında bir zəhərlənmə təhlükəsi olduğunu bilirik. Və Aytaç da çox yaxşı bir mövzuya toxundu ki, hətta qarpızdan artıq yeni qaydalar çıxır ki, sosial media üzərindən paylaşımlar var ki, limon sıxmaq lazım üzərinə yeyərkən çox dadlı olur və son günlərdə artıq bugün də, dünən də artıq bunu görmüşəm ki, Himalay duzu və yaxud adi istifadə etdiyimiz duzu deyirlər ki, qarpızın üzərinə sıxın. Çox maraqlı dadı var və bundan istifadə edirik. Bu da orqanizmdə problemlər yaradır. İndi siz eşidə, bax bu mövzular ətrafında. Bəli, təbii ki, mövzu genişdir, amma qısa olaraq bildirmək istəyirəm ki, ümumiyyətlə Azərbaycan üçün təbii, xarakteri qarpızın mövsümü iyul ayının 15-dən başlayaraq avqusta daxil olmaqla bu təbii mövsümü hesab olunur. Bundan əvvəl satışda olan qarpızlar qeyd etdiyiniz kimi ya süni şəkildə yetişdirilən və yaxud da müəyyən gübrələrdən, hormonlardan istifadə olunan yetişdiriləndir və bəzən də olur ki, isti ölkələrdən gətirilən qarpızlar olur. Bunlarda əgər bütün qaydalara əməl olunsa, təbii ki, sağlamlıq üçün təhlükəsiz olmalıdır və hər hansı bir zəhərlənmə faktı olmamalıdır. Amma nəzərə alaq ki, hər bir halda istər kimyəvi maddələrə qarşı, istər onun tərkibində istifadə olunan, bəzən də daşınması üçün uzaq ölkələrdən xarab olmaması üçün istifadə olunan maddələr var ki, bunlar az yaşlılarda, yuxarı yaşlı insanlarda, xroniki xəstəliyi olan insanlarda, immun sistemi aşağı olan insanlarda hər hansı bir allergiyaya və yaxud da həzm problemlərinə səbəb ola bilər. Digər bir məqam isə mütləq şəkildə biz qarpızı alarkən onun sərin yerdə saxlanılmasına diqqət etməliyik. Çox gözəl qeyd etdiniz ki, biz də keçmiş zamanlarda alanda çarpayının altına və yaxud da ki, sərin qaranlıq yerdə saxlanmasına diqqət edirik. Çünki əgər evdə kəsilmədən saxlayırıqsa, bunu 20 dərəcəyə qədər olan temperaturda saxlanılması önəmlidir. Ancaq kəsildikdən sonra 4 dərəcə altında olmalıdır. Mütləq şəkildə də kəsildikdən sonra qısa müddətdə yeyilməsi ən önəmli faktorlardan biridir. Digər bir məqam isə bəzən olur ki, xüsusilə də evdar xanımlar bəzən özləri artıq bu məhsullardan istifadə edir deyə və yaxud da bıçaqlarda düşünür ki, hər hansı bir təhlükə ola bilməz. Doğrama bıçaqları, doğrama səthi təmiz olmur. Bəzən olur ki, tutaq ki, qarpızı yumadan doğrayırlarsa, daşınma zamanı hər hansı bir çirklənməyə məruz qalıbsa, bu onun daxilinə nüfuz edir və belə olan halda da mikrobioloji çirklənmə üçün əlverişli şərait yaradır ki, bu da ən önəmli faktlardan biridir. Məhsədə xanım,
xanım, deməli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı da bir video çarx paylaşıb və həmin o video çarxda da bir çox nüanslara toxunulur. Təbii ki, biz də burada müzakirə edirik. Qarpızla bağlı məsələlərə diqqət yetiririk ki, çünki qarpızdan demək olar ki, mürəbbəyə qədər hazırlanır qabığından. Yəni qarpız ümumiyyətlə atılmır da, tam olaraq yeyilir, bitirilir və ona görə də çox diqqətli olmalıyıq ki, sonu ölümlə bitəcək hər hansı bir hadisə baş verməsin. Və hal-hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məhz bu mövzu ilə bağlı, qarpızla bağlı video çarxı var və istəyərdik ki, həmin o video çarxı müraciəti sizə təqdim edək. Buyurun. Bəzən insanlar qarpız yedikdən sonra narahatlıq hiss edir, həzm problemləri yaşayır ki, bu da öz növbəsində qarpız təhlükəlidirmi sualını ortaya çıxarır. Bu videomuzda qarpızla bağlı yayılmış yanlış fikirlərə birlikdə aydınlıq gətiririk. İctimaiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri budur ki, qarpızdan zəhərlənmənin əsas səbəbi onun tərkibindəki nitratlardır. Qeyd etmək lazımdır ki, yaşıl yarpaqlı tərəvəzlərdə, xüsusilə kah və ispanaqda nitrat miqdarı qarpızdakından xeyli miqdar yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma əsasında orta çəkili bir insan üçün nitratın gündəlik maksimum qəbul həddi 222 mg-dır. Orta ölçülü qarpızda olan nitrat miqdarını nəzərə aldıqda təhlükəli səviyyəyə çatmaq üçün bir insanın ən azı 2 kq qarpız istehlak etməsi lazımdır. Bu səbəbdən qarpızdan zəhərlənmə halları daha çox nitratla yox, mikrobioloji çirklənmə ilə əlaqələndirilir. Belə ki, qarpız kəsilməzdən əvvəl yaxşı yuyulmadıqda bıçaq vasitəsilə bakteriyalar qarpızın daxilinə keçə bilir. Kəsilmiş qarpız uzun müddət otaq temperaturunda saxlanıldıqda tərkibindəki mikroorqanizmlər sürətlə çoxalır. Soyuducuda üzəri açıq şəkildə bir gündən artıq müddətdə saxlanılması isə mikroorqanizmlərlə çirklənməyə səbəb ola bilir. Nəticədə mikroorqanizmlərlə çirklənmiş qarpızın istehlakı zəhərlənmə riskini artırır. Zəhərlənmə hallarının qarşısını almaq üçün qarpızın alışı, saxlanılması və istehlakı zamanı aşağıdakı qaydalara riayət etmək vacibdir. Qarpızın səthi təmiz, bütöv və çatlamamış olmalıdır. Kəsilməzdən əvvəl axar su ilə yaxşı yuyulmalıdır. Qarpız yalnız təmiz bıçaq və təmiz səthdə kəsilməlidir. Kəsildikdən sonra 2 saatdan artıq otaq temperaturunda saxlanılmamalıdır. Küçədə kəsilmiş qarpızı isə almaq tövsiyə edilmir. Qarpız istehlakından sonra ishal, qusma, qarın ağrısı və ya qızdırma kimi simptomlar yaranarsa, dərhal tibbi yardım almaq vacibdir. Qida mənşəli zəhərlənmələrin qarşısını almaq üçün gigiyena və istehlak qaydalarına ciddi şəkildə riayət edilməli. Həmçinin bu kimi məlumatlar yalnız mütəxəssislərin tövsiyəsi və rəyinə əsaslanmalıdır. Tövsiyələrə əməl. Bax beləcə, tövsiyələrə əməl etmək lazımdır. Çünki bax bu çağırışların hər birini biz sizə təqdim edirik və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də elə söhbət etdiyimiz, müzakirəsini apardığımız bu mövzu ətrafında bir çağırışını etdi. Təbii ki, biz də bu çağırışı buradan edəcəyik canlı yayımda. Çünki Məsədi xanım bizimlə bərabərdir, dəyərli xanımımız. Və çox maraqlıdır. Qarpızdan danışarkən, baxın Məsədi xanım, son vaxtlar trend olan videolar var ki, bəzən də elə tanıdığımız, maraqla izlədiyimiz simalar belə hətta bu tövsiyələri eləyirlər ki, qarpızı aldı, tutaq ki, yeyilmədi, atmayın, israf etməyin, ondan maraqlı salat hazırlaya bilərsiniz. Ümumilikdə biz qarpızı bilirsiniz, tək yemirik, pendirlə yeyirik, təndir çörəyi ilə yeyirik. Bir də üstünə indi bu qarpızdan salatlar, müxtəlif smuzilər hazırlanır. Tam bütöv bir qarpız blenderdan keçirilir, limon suyu ilə qarışdırılır. Bax, bu kimi istifadələr zəhərlənmə və yaxud hansısa ciddi narahatlıqlara yol aça bilərmi? Təbii ki, əgər düzgün şəkildə istifadə etmirlərsə və öz sağlamlıq dərəcələrini tam bilmirlərsə, bu kimi qida əlavələri və yaxud da qida qarışıqları onlarda ciddi problemlərə gətirib çıxarda bilər. Birinci növbədə bilmək lazımdır ki, hələ biz keyfiyyətli, təbii ki, qarpızdan danışırıq. Çünki bir çox hallarda zəhərlənərkən qarpızın üstünə günahı atırlar, amma özlərinin qida yanlışlarını və yaxud da hazırlayarkən etdikləri səhvləri unudurlar. Burada nəzərə almaq lazımdır ki, qarpız təbii ki, az kalorili qida olduğuna görə bir çox insan onu qəbul edərkən miqdarı aşır. Az kalorili olması onu çox qəbul etməyiniz demək anlamına gəlmir. Çünki həm tərkibində həddindən artıq maye var, eyni zamanda da şəkər var. Bu, xroniki xəstəliyi olan insanlarda, şəkərli diabetdə və yaxud da böyrək çatışmazlığından əziyyət çəkən insanlarda mütləq şəkildə daha diqqət olunmalıdır ki, miqdarı keçməmək şərti ilə qəbul etmək lazımdır. Və yeməyin üstündən çox miqdarda qəbul edirlərsə, bu zamanda həzm problemlərinə gətirib çıxarda bilər. Hətta yeməyin yanında qoyuruq qarpızı. Yeməyin yanında az bir miqdarda olduqda, hətta immun sistemi güclü olan, maddələr mübadiləsi güclü olan insanlarda hər hansı problem ortaya çıxmaya bilər. Amma bu problem deyil demək deyil. Ona görə mütləq qidalanma qaydalarına əməl olunmalıdır. Bir də qarpız doğranandan sonra o soyuducuda qonşuluq
prinsipini qorumaq lazımdır. Bəli, o ən Hansı önəmli bağlı? məsələlərdən biridir. Ümumiyyətlə yaxşı olar ki, elə istehlak olunacağı zaman doğranılsın və yaxud da biz adətən sərin yeməyi xoşlayırıqsa, soyuducuya qoyarkən ağzı bağlı və hava keçirməyəcək şəkildə qoyulmalıdır. Əks halda qeyd etdiyiniz kimi mal qonşuluğu prinsipi pozulduğundan, xüsusilə də kəsilmiş məhsul olduqda çarpaz çirklənmə ola bilər. Digər bir məqam, artıq müəyyən qidalarla birlikdə qəbul etmək istəyiriksə, burada ən yaxşı birləşmə elə pendirdir. Çünki qarpız karbohidrat tərkiblidir. Ancaq pendir zülal tərkiblidir. Bunlar birlikdə qəbul olunanda düzgün şəkildə həzm olunur. Həm də artıq o karbohidratdan şəkərin qanda sürətlə artmasına səbəb olmur. Birlikdə asan həzm olunur, doyumlu olur və çörək də az bir miqdarda qəbul oluna bilər. Ancaq bu qeyd etdiyimiz bir yemək əvəzi olmalıdır. Yəni bütün bunlarla bərabər bir də ağır, yağlı, kalorili, duzlu qida qəbul olunmalıdır. O zaman Məsəd xanım, bir sualım da olacaq. Təbii ki, indi reklam xarakteri daşımasın deyə az çəkməyəcək, amma çox trend olan bir yay içkisi hazırlanır, sərinləşdirici. Hətta bu, yəni uşaqların çox sevdiyi bir içkidir. Şəkərli, qazlı bir içkini qarpız suyu ilə qarışdırılır və bu evdə hazırlanmış limonad kimi təqdim olunur. Şəkərli hazır marketlərdən aldığımız qazlı içki ilə qarpızın suyunu qarışdırmaq orqanizmdə nələrə səbəb olur? Qətiyyən tövsiyə olunmur. Çünki biri rafinə olunmamış şəkərdir, biri rafinə olunmuş şəkərdir və bu birbaşa qanda şəkər səviyyəsinin balansının pozulmasına gətirib çıxardır və gələcəkdə də həmin insanlarda müəyyən bir problemlər ortaya çıxdıqda heç o zaman yadına düşmür ki, mən hansısa zamanda bu şəkəri qarışdırmışam. Hətta bəzən bir çox meyvələrin tərkibindəki şəkərlər belə fərqli şəkildə parçalanmaya məruz qaldığına görə onları da qarışdırmaq tövsiyə olunur. Hal-hazırda Məsədə xanım, şəhər sakinlərindən də sorğu keçirmişik. O sorğunu dinlədikdən sonra mənə vacib olan məsələlərdən biri də odur ki, bir çox salatlar hazırlanır. Və burada mal qonşuluğu prinsipi, soyuducudan danışdıqsa, bu salatda da qarışdırılarkən diqqətli olduğumuz məqamlar var. Çünki paytaxt salatında da qarışdırılır və onun da saxlanılma qaydalarında biraz problemlər var. Bax, bu məsələləri daha çox diqqətdə saxlamalıyıq ki, nə hazırlayırsa hazırlayın, amma tərkib eyni olmalıdır və neçə dəqiqə ərzində bu dadına baxılmalıdır, yeyilib bitirilməlidir. Hal-hazırda sorğudayıq və görək şəhər sakinləri qarpızla bağlı, zəhərlənməklə bağlı, onun saxlanılması, seçilməsi ilə bağlı nələri bilirlər? Gəlin izləyək. Bununla bağlı fikirlərim heç müsbət deyil. Nəyə görə? Çünki zəhərlənmə faktları çox aşkar olunur. İyunda çıxır, amma apreldə satışa başlayır. Yəni bu bəllidir ki, bəzi preparatlardan istifadə olunur və meyvələri elə satışa göndərirlər və bu heç doğru deyil. Mən bunu doğru görmürəm. Çalışaq yeməyək, buna da dəstək olmayaq. Qarpız bəli iyulda yetişirsə, onu apreldə yemək heç cür düz olmaz. Çünki biz bilirik ki, əgər o meyvə iyulda yetişirsə, 100% apreldə əgər onu yetişdirmək istəyirlərsə, ona qatqılar əlavə olunacaq və zəhərlənmə baş verə bilər. Məncə yaxşı deyil, yetişmirəm də onlar. Mən həm də valideynlərim icazə vermir, özüm də istifadə etmirəm onları. Qarpızı yayda yesək daha yaxşı olar. İndi əlbəttə ki, qarpız aprel ayında, qışda qarpız yeyəndə o tam olmayacaq, o vitamin olmayacaq. Hər bir meyvəni öz vaxtında yesək daha yaxşı olar. Mənim fikrimcə iyul ayından etibarən qarpızı yemək olar. Ondan daha tez çox belə təhlükəlidir məncə. Əlbəttə meyvələrin vaxtından tez istifadə olunması təhlükəlidir. Çünki hansısa gübrələrdən və yaxud digər vasitələrdən yetişməsi üçün istifadə olunur. Bu da əlbəttə günümüzdə zəhərlənmə ilə nəticələnir. Biz çox şahid oluruq ki, hazırda qarpızdan zəhərlənənlər, digər meyvələrdən zəhərlənənlər var. Məncə hər meyvə öz mövsümündə daha gözəldir. Sorğuda iştirak edən bütün şəhər sakinlərinə təşəkkürümüzü bildiririk. Məsəd xanım, yəqin gördünüz, zəhərlənmə faktına bir çox sakin toxunur. Amma hələ bugünə qədər sırf qarpızdan zəhərlənmə faktı qeydə alınır. Bu il ərzində təbii ki.
Amma Ümumiyyətlə, daha çox insan belə düşünür ki, vaxtından əvvəl satışda olması zəhərlənməyə birbaşa təsir edə bilər. Sakinlərimiz müəyyən qədər maarifli olsa da, əməl etmirlərsə, bu təbii ki, onların sağlamlığına ziyan vura bilər və qeyd etdiyiniz kimi qarpızdan zəhərlənmə faktı ortaya çıxmasa da, bəzən olur ki, insan bir gün ərzində fərqli qidaları qəbul edir və yaxud da o qidalar keyfiyyətli olsa da, bir-biri ilə uyğunsuz şəkildə qəbul etdiyindən də zəhərlənmə ola bilər və yaxud da yenə qeyd etdiyimiz kimi mövsümündə olmayan qarpızları qəbul edər və yaxud da onun tərkibindəki hər hansı bir maddəyə qarşı həssaslığı ola bilər. Ona görə mütləq şəkildə bu faktorları qarışdırmamaq lazımdır. Və dəqiq nəticələr olmadan hal-hazırda sosial şəbəkədə mənşəyi bəlli olmayan məlumatlar və yaxud da reytinq xətrinə yayılan yalan məlumatlar da çoxdur. Ona görə belə məlumatlara inanmasınlar və mütləq deyərdim ki, bugün bizdə satış yerlərində bir çox məhsullar var ki, onlara çox gözəl nəzarət olunur. Özləri evə apardıqdan sonra ona diqqət etsinlər və yaxud da ki, qeyd etmişdiniz, salatlar hazırlayırlarsa, qarışıq içkilər hazırlayırlarsa, bunu həmin anda və yaxud da o qidaların bir-biri ilə uyğun olub-olmadığını bildiyi halda istifadə etməlidir. Əks halda təbii ki, özləri, öz əlləri ilə özlərini zəhərləmiş olur ki, burada da artıq nə qarpızın günahı olur, nə qarpız satanın. Ona görə mütləq şəkildə diqqətli olsunlar. Xüsusilə də belə hallar adətən gənclər arasında daha çox baş verir. Çünki bəzən olur ki, məlumatlı olsalar belə, düzgün əməl etməsələr və yaxud da öz sağlamlıqlarını bilmirlər və 20 yaşa qədər insan orqanizmi daim inkişafda olduğuna görə daha həssas bir dönəmdir. Xüsusilə də bugün bir çox gənclərimiz əl üstü, mənşəyi bəlli olmayan, rəf ömrü uzun olan paketlənmiş qidalar, fast food qidalardan o qədər çox istifadə edirlər ki, onların immun sistemləri aşağıdır. Vitamin, mineral çatışmazlığı daha çoxdur. Sağlamlıq problemləri var, ancaq ciddi ortaya çıxmadığına görə xəbərləri yoxdur. Ona görə mütləq özlərindən də bir sağlamlıqlarını araşdırsınlar, qəbul etdiyi qidanı da sağlam şəkildə qəbul etsinlər. Məsədə xanım, qarpızdan danışarkən uşaq yaşlarından artıq hamı bilir və bəzən uşaqların da bir marağı var ki, qarpız seçərkən diqqətli olmalıdır. Çünki o qarpızın bir götürülüb yoxlanılma qaydaları var. Və yaxud sosial media üzərindən də paylaşımlar olur ki, qarpız seçərkən nəyə daha çox diqqət etmək lazımdır? Onun sarılığının olmağı və yaxud saplağının formasının, erkək, dişi olmağına böyük bir diqqət yetirirlər. Çünki erkək olanda balaca nöqtə olur, dişi olanda böyük bir nöqtə olur və onlar da deyirlər ki, dişi qarpız seçərkən daha şirin dadlı olur. Yəni, bax, bu seçim qaydalarına da diqqət etmək lazımdır. Bu səs məsələləri var ki, hansı ki, peşəkarlar artıq bunu rahat bir şəkildə bilirlər. Və doğrudan da, indi bir məsələ var burada. Qarpız alarkən deyirlər ki, istəyirsiniz kəsə yoxlayaq. Bu nə dərəcədə doğru, düzgündür? Çünki o qarpızı kəsirlər, baxdıq, içərisi qırmızıdır, yenidən yerinə qoyuruq və onu özümüzlə aparırıq, soyuducuya qoyuruq. Bu məqamlar var ki, incə nüanslardır, incə məqamlardır. Amma zəhərlənməyə və yaxud digər hadisələrə bir zəmin, bir yol açır. Çünki o bıçaq gün ərzində dəfələrlə bir neçə yuyulmamış qarpız artıq təmas eləyir. Doğrudur. Ümumiyyətlə, seçərkən birinci diqqət edəcəyimiz ölçüsüdür. Çox böyük olmayan, çox kiçik olmayan qarpızları seçmək lazımdır. Naxışları daha səliqəli olan, bu artıq onun təbii şəkildə yetişdiyi və keyfiyyətli olduğunu göstərir. Eyni zamanda da o vurduqda dediyiniz kimi boşluqdan səs gəlir. O şəkildə səs olmalıdır. Saplağının daha quru olmasını diqqət etməliyik ki, bu da onun keyfiyyətli olduğunu göstərir və bütün bu məqamlara diqqət etdikdə də yenə də onun günəş şüaları altında birbaşa satılmamasına diqqət etməliyik. Bəzən olur ki, yol kənarında satsalar belə onu çox gözəl mühafizə edirlər, maşının üstü örtülü olur. Hətta bu gün keçirməyən, istilik keçirməyən örtüklərdən də olur ki, bunlara diqqət etsinlər. Ancaq o kəsilməsinə bir mənalı şəkildə qarşıyam. Çünki yol kənarında sanitar gigiyena normalarına əməl etmək çox çətindir və o bıçağın qeyd etdiyiniz kimi vaxtı-vaxtında yuyulmamasından başqa da həmin o qarpızların üzərində bəzən olar ki, kimyəvi maddələrin qalıqları, gübrələrin, pestisidlərin qalıqları ola bilər ki, o birbaşa qabığında hər hansı bir zərər vermir, yumadan doğradığına görə və yaxud kəsdiyinə görə daxilinə nüfuz edir. Ona görə kəsilməsinin tamamilə əleyhinəyəm. Bu, istər bəzən marketdə də olsa, hər bir halda bu qaydalara doğru şəkildə əməl olunmursa kəsilməsin. Minnətdaram gəldiyiniz üçün. Xatırladaq ki, qonağımız sağlam qida mütəxəssisi Məsədi Hüseynova idi. Qarpız
qarpızdan danışır ki, və təbii ki, qarpızın da bir çox növləri var. Ha. Ümumiyyətlə, qarpız deyərkən Azərbaycanımızın bir çox bölgələri, xüsusilə Sabirabadı xatırlayırıq və orada da qarpızların bir çox növləri var. Məsəl üçün, mən sevdiyim növlərdən biri də Şaban növüdür və o növlər uzun son növlər olduğuna görə çox da mənim xoşuma gəlir. Dadı da tam olaraq onun fərqli dadı olur. fərqlidir. Həm də konsistensiyası da biraz fərqlidir. Materialı da elə bir ki, biraz xırt-xırtlı şəkildə olur. Bəli, ona görə də seçim odur ki, seçim sizin özünüzdədir, amma əsas odur ki, nəyi dadına baxacaqsınızsa, məsəl üçün qarpızdan istifadə edəcəksinizsə,